Salamünaleyküm herkese, hər vaxtınız xeyir olsun dəyərli video izləyənlər. Bugün bəzi gündəlik istifadə elədiyimiz ingiliscə ifadələri paylaşacağım sizinlə. Kitab dilində olmayacaq, sırf həmənki dili daşıyan insanın istifadə elədiyi tərzdə sizə izah edəcəm. Yəni kitab dilində izah eləməyəcəm. Misal üçün, çaşka deyək. Mən çaşkanın içində kofe var. Deyəcəm ki, mən indi kofe içəcəm. İngiliscə bunu I'm gonna drink the coffee now deyirlər. Onu içən vaxtı isə I'm drinking the coffee. Yəni gonna deyirlər. Kitablarda yazılır ki I shall, məsəl üçün I will falan filan. Amma əslində deyəndə I'm gonna deyirlər. I'm gonna drink the coffee. İçən vaxtı da I am drinking the coffee. İçinmək. Sonra bunu çaşkanı qoyacağım stolun I'm gonna put the cup on the table. Yenə gonna eşitdiyiniz kimi I'm gonna put the cup on the table. I am putting the cup on the table. Yəni belə. Ümidvaram məlumatlandınız və dəstək olmağı da unutmayın. Çox sağ olun. Özünüzdən müayid olun. Have a great day. Yəni ki, iyi günlər deyirlər. Gününüz uğurlu olsun.